Hidrometeorologiya xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edir. Doğru Xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Aprel ayının 9-da Azərbaycanın əksər rayonlarında hava arabir yağıntılı olacaq. Qeyd olunub ki, sabah ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Odur ki, Nazirlik qeyri-sabit hava şəraitində hər kəsi ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına maksimum dərəcədə əməl etməyə çağırır. Ciddi təhlükə olduqda isə 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz deyə məlumatda qeyd olunub. Milli Elm Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu son dəqiqə məlumat yayıb, məlumatda deyilir. Xəzər dənizinin Azərbaycan hissəsində yenidən zəlzələ baş verib. Qeyd olunub ki, gücü 3,5 bal olan zəlzələ yerli vaxtla saat 18:11-də qeydə alınıb. Yeraltı təkan 51 km dərinlikdə yerləşib. Demək olar ki, zəlzələ ətraf rayonlarda hiss olunmayıb deyə məlumatda qeyd olunub.